hükümetin ve Demokrat Firqəsinin böyük müvəffəqiyyətləri İranın başqa xalqlarının da ürəklərində azadlıq arzularını alovlandırdı. 1946-cı ildə dost Kürt xalqının nümayəndələri Təbrizə gəldilər. Kürdistanın böyük demokrat xadimi Qazi Məmməd nümayəndələrə rəhbərlik edirdi. Qazi Məmməd, İran-Azərbaycanı ilə qarşılıqlı yardım və dostluq müahidənaməsini bağladıqdan sonra öz vətənində demokratik dəyişikliklər etmək üçün Kürdistana qayıtdı. Qazi Məmmədin adı Kürd xalqı üçün azadlıq və milli istiqlaliyyət mübarizəsinin rəmzi idi. Bu şəxs Kürdistanda hamının sevdiyi və möhtərəm saydığı bir simadır. Qazi ilə görüş, böyük, qüdrətli xalq nümayişinə çevrildi. Kürdistan Hərbi Qüvvə Komandiri General Məmməd Hüseyn xan.